Salam dəyərli izləyicilər. Bu günləri öz əlimdən yığdığım və faydalarını saymaqla bitməyən bir bitki haqqında sizlərlə danışmaq istəyirəm, paylaşım eləmək istəyirəm. Bu bitki əsasən toplumumuzda çox qarşılaşdığım, analizlər nəticəsində də çox gördüyüm qan azlığı məsələlərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Qan artımında, qan hüceyrələrinin yaranmasında və qanla əlaqəli bir çox problemlərdə çox faydalıdır və bundan əlavə olaraq öd daşlarında, böyrək daşlarında və bu cür problemlərdən daha sonra iltihablı romatizma ağrılarında və bundan sonra olaraq hamilə qadınlar üçün və eyni zamanda aylıq dövrlərdə olan xanımların ağrılarını götürmək üçün çox faydalı olan bir bitkidir. Yəni faydaları o qədərdir ki, saymaqla bitmir. Eyni zamanda qaraciyər məsələlərində də bunun faydaları vardır. Zob məsələsində, prostat məsələlərində də çox faydalıdır. Bu bitki hal-hazırda da özümlə gətirdiyim gicitkən otudur. Bunun dəmləməsində istifadə edə bilərsiniz və yaxud da özünün əzərək yeməklərdə də istifadə edə bilərsiniz. Və bir ekstra məlumat da sizlərlə paylaşmaq istəyirəm ki, hansı ki bu bitkinin aptekdən aldığım versiyası mənə xeyirdən çox ziyan verdi. Bunun səbəbi nədir? Yəqin ki bilmirəm onu.